Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun, videonu bəyənin. Yapon atalar sözü 8. Bir samuray ac olsa belə diş çöpünü yüksəkdə tutar. Yəni başqa bir deyim var ki, çətinliklərdə, zorluqlarda olsa belə cəsur görünmək, mərd görünmək lazımdır. Tək görünmək yox, təbii ki, o cür də olmaq. Yəni bunun atalar sözünün mənası odur ki, sən həyatda çətinliklərlə, sıxıntılarla üzləşsə belə, belə deyək də, başı dik qalmalı daima. Yəni kiminsə önündə əyilməməlidir, kiməsə möhtac olmamalıdır. Digər bir atalar sözü, 7 dəfə yıxılsan belə 8 dəfə qalx. Başqa bir deyim var ki, yəni ilk əgər bir nəyisə deyirsənsə, yoxlayırsansa, alınmırsa təkrar denəməlisən, təkrar yoxlamalısan həmən işi. Bir növ burada insanın qərarlı, iradəli olmağı təşviq edən atalar sözüdür. Yəni və çətinliklərə boyun əyməmək. Digər bir atalar sözü, gözlər də ağız qədər danışar. Başqa bir deyim var, yəni başqa bir atalar sözləri var. Ümumiyyətlə bu bəlkə də bütün dünyada bu atalar sözü istifadə olunur. Gözlər ruhun pəncərəsidir. Həqiqətən də belədir. Bunu hər kəs bilir. Bəzi sözlər var ki, yəni kəlmələr var ki, onlar deyilmir, amma gözlərlə ifadə olunur. Yəni insanın gözlərindən artıq onun nə dediyi, demək istədiyi anlaşılır. Xüsusən sevgi gözlərdən bilinir. Gözlər qəlbin həqiqətən də aynasıdır.